Değerli Qızıl direktorum, xoş gördük. Seminardan sonra belə bir gəzinti qərarlaşdırdıq ki, bir yerdə həm zaman keçirdək, həm də sizin üçün maraqlı videolar çəkək. Və mən istəyərdim ki, elə Səadəti sual-cavab ateşinə tutum, suallar verim ona çoxlu-çoxlu. Səadət, ilk olaraq, yəni buradan əvvəlki həyatında nələr arzu edirdin, amma indi arzuların hansı istiqamətdə dəyişib? Belə deyim də, həyat tərzim, ətrafım elə bir şəkildə idi ki, arzu eləmək belə mənim üçün yad idi. Arzu belə eləyə bilmirdim. Bugünkü həyatımı heç arzu belə eləyə bilmirdim. Amma indi arzularımın da ötəsində bir həyat yaşayıram. Əvvəlki ilə indiki arasında 180 dərəcə fərq var. İstər dünya görüşüm barəsində deyək, istər həyata baxışım olsun, istər maddi cəhətdən, istər mənəvi cəhətdən çox şey dəyişibdir. Saymaqla bitməz məncə, çox şey dəyişibdir həyatımda. Və arzular baxımından əvvəl hara qədər arzular var idi, indi nə qədər artıb bu arzuların sayı? Əvvəl yəni minimum arzulayardım. Misal üçün bayaqlar təlimdə də dedim, orada seminarda da dedim ki, misal üçün istəyirdim ki, sürücülük vəsiqəm olsun, amma düşünmürdüm ki, maşınım olar. Sadəcə deyirdim ki, qoy vəsiqəm olsun. Düşünmürdüm xaricə səyahət eləyərəm, amma deyirdim ki, qoy mənim xarici pasportum olsun. Yəni arzularım müəyyən qədər idi. Yəni sadəcə olaraq bir hissəsini. Amma indi xaricə səyahət etməyi də arzulayıram. Hətta arzulamaqdan ziyadə xaricə səyahət də etmişəm. Hələ növbəti bizim yenə də səyahətimiz gözləyir. Avtomobil arzulayırdım. Az qalıbdı ki, onun astanasında özümə onu da hədiyyə edəcəm. Yəni hal-hazırda daha da çoxdur arzularım. Desəniz ki, indi desəniz ki, misal daha çox arzularım nələrdir? Bəli, indi saya bilərəm ki, arzularım gözəl bir evdir, daha gözəl həyatdır, daha çox səyahətlərdir. Amma bir neçə il öncə mən bunu arzu olaraq da dilə gətirməzdim. Çox gözəl. İnşallah arzularına daha yaxşı pillələrdə, daha yaxşı mövqelərdə çatasan. Və növbəti sualım sənə nədir? İşləmək deyərkən nə başa düşürsən? Məsləhətçilər və nəyi izah edirsən? Bax, bəzən xanımlar bizdən soruşur ki, işdə deyirsən. Necə işləyim? Bəli, çox gözəl sualdır, hətta ehtiyac olan sualdır deyərdim. İşləmək dedikdə mən bir disiplin nəzərdə tuturam. Hansı ki, hər gün eyni qədər işinə zaman ayıracaqsan. İşinə zaman ayıraraq da nələr edəcəksən, ilk öncə öyrənəcəksən. Çünki bir işi öyrənmədikdə onu görmək çox çətin məsələdir. Sən birinci bir işi öyrənməlisən, yəni bu işi öyrənməlisən, daha sonra isə tətbiq etməlisən. Bu zaman, bəli, nəticə gözə görünən olacaqdır. Öyrənmək dedikdə isə biz öyrənməliyik nəyi? Biz öyrənməliyik satışı, hansı ki, bu sadəcə məhsul satmaq deyil, bu bilgini, biznesi satmaqdır, işini satmaqdır, bunu da öyrənməlisən. İnsanları yola gətirməyi öyrənməlisən, insanların psixologiyasını, onlarla necə ünsiyyət qurmaq, onlara necə məqsəd yükləmək, onları necə yönləndirmək lazımdır. Bax, bunları öyrənməlisiniz. Bəs desəniz ki, bunu öyrənmək üçün hardan, hansı vəsaitlərdən istifadə etməliyik? Bu işi görərək öyrənəcəksiniz, yolda öyrənəcəksiniz. Yəni hər gün işinə zaman ayırdıqca, insanlarla ünsiyyətdə olduqca, bugün bir formada təklif edirsənsə, sabah əgər o uğursuzdursa başqa bir formasını yırsan, bugün məhsul təqdimatını bir formada çəkirsən, görürsən effekt yoxdur, başqa bir formada çəkirsən. Yəni bir sözlə özünüzü bu işdə təkmilləşdirəcəksiniz. İşdən kənarda mən gedim, öyrənim, başlayaram, belə şey yoxdur. Bu işi işin içərisində görə-görə öyrənəcəksiniz. Çox gözəl. Və sən düşünürsən ki, səni uğura aparan nədir? Əsas, yəni sənin hansı üstünlüyündür səni bu dəqiqə bu səviyyəyə gətirib çıxardıb, qızıl direktor olmusan? Məni işimdə uğura aparan, mənim işimdə istəkli olmağımdır, məqsədli olmağımdır, disiplinli olmağımdır. Bax, bu dəqiqə elə Səadətin telefonuna belə bir mesaj gəldi. Bir dəqiqə göstərim. Şəkil paylaş. Xatırlatma. Aha. Bəli, mənim işimə disiplinli yanaşmağımdır. Kimsə deyə bilər ki, mənim vaxtım yoxdur, çatdırmıram. Mənim də günüm dolu-dolu keçir. Çünki mənim də ailəm var, öhdəliklərim var. Amma mən özüm üçün zəhli saat qurmuşam. Saat başı o zəhli saat çalır. Qrupa şəkil atmaq üçün, şəkil paylaşmaq üçün, təlim etmək üçün, aktivlərlə danışmaq üçün, passivlərlə danışmaq üçün, təlim açmaq üçün. Yəni hər dəfəsində saat bir şey üçün çalır. Və bu zəngli saat hamının telefonunda var. Əgər sən işinə ciddi yanaşmaq istəyirsənsə, bunu sən də edə bilərsən. Yəni, məni uğura aparan odur ki, mən disiplinliyəm. Hər şeyə rəğmən, hər kəsə rəğmən, heç bir səbəb, heç bir, deyək ki, hansı bir hadisə məni işimdən yanı qoya bilməz. Mən mütləq işimin başında olmalıyam, nə olur olsun. Və bu da mən bayaq belə bir xanımların çıxışında belə bir qərar verdim ki, çətinliklər içərisindən çıxan
hər bir insan, güclü qalxan hər bir insan belə deyim, dayanılacaq gücə sahib olur. Yəni o hansı bir çətinlik olursa olsun, o qədər güclü olur ki, ona sinə gələ bilir. Yəni çətinliklərin öhdəsindən gələ bilir. Ona görə çətinliklər heç bir zaman düşünürəm ki, insanı geri salmalı deyil. Şəxsi həyatda, iş həyatında, müxtəlif yəni mövzularda çətinliklər ola bilər, amma bu heç bir şəkildə insanı işindən saxlamalı deyil. Və sən də o gücün göstəricisisən. Çətinliklərə baxmayaraq onun öhdəsindən gəlməyi, uğurlu olmağı bacarmısan. Təşəkkür edirəm sənə belə səmimi söhbətinə görə, tövsiyələrinə görə. Sənə uğurlar arzu edirəm. Sən də istəyirsən öz sözlərini de, yekunlaşdıraq. Bəli, bugün mənim bu yerdə olmağımda sizin sözsüz ki, əməyiniz vardır. Ona görə sizə təşəkkür edirəm. Və bir şey demək istəyirəm ki, mən sizə təşəkkür edirəm sözsüz ki, bugün burada olduğuma görə. Amma özümə də təşəkkür edirəm sizi dinlədiyimə görə. Və bugün məni dinləyən, bu videonu dinləyəcək olan bütün hər kəsə, istər kolleqalarım olsun, istər komandamın üzvləri olsun, demək istəyirəm ki, rəhbərinizi dinləyin. Çünki o sizə yalnızca uğura daim addımlamaq üçün yollar göstərəcək. Və onu dinlədiyiniz halda sözsüz söhbətsiz uğurlu olacaqsınız. Çünki o bu yolu getmiş insandır. O artıq bilir, harda nə var, necədir. O deyilərək yolu gedərkən artıq əzbər bilir, kələ-kötürlər hardadır və artıq sənə bunu öyrədir və sən bu yolu addımladıqca sözsüz ki, uğura gedib çıxacaqsan. Hamınıza uğurlar arzulayıram. İnşallah ki, istədiyiniz yerdə olarsınız. İnşallah. Təşəkkür edirəm. Hələlik.